Qərbi Azərbaycan icmasının təşəbbüsü və təşkilatçılığı ilə davamlı sülh və qaçqınların qayıdış hüququ, beynəlxalq hüququn rolu mövzusunda beynəlxalq onlayn hibrid konferans keçirildi. Tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər. Konferansın açılış mərasimində moderator qismində çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahim qızı davamlı sülhün təmin olunmasında beynəlxalq hüququn rolunu vurğuladı. Bildirdi ki, etimadın gücləndirilməsi və sülh şəraitində birgə yaşayış imkanlarının yaradılması mühüm əhəmiyyət daşıyır. Bu konferans xüsusilə rəmzi xarakter daşıyır. Çünki Birləşmiş Millətlər Təşkilatının sülh şəraitində birgə yaşamaq beynəlxalq günü ərəfəsində keçirilir. Bu isə dialoqa daha dərin mənəvi və hüquqi məna verir və bir daha xatırladır ki, dayanıqlı sülh, ədalət, ləyaqət, birgə yaşayış və hüquqların bərpası üzərində qurulmalıdır. Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri, hüquqşünas Zahid Cəfərov mövzunun hüquqi aspektlərini geniş şəkildə təhlil etdi. Tarixi baxımdan yanaşdıqda indiki Ermənistan ərazisində yaşamış Azərbaycanlı əhalinin müxtəlif dövrlərdə kütləvi deportasiyalara, zoraki yerdəyişmələrə və regional demoqrafik strukturun dəyişdirilməsi ilə nəticələnən proseslərə məruz qalması ciddi tarixi faktdır. Daha sonra millət vəkili, Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırdı. Konferansda davamlı sülh və qaçqınların geri qayıdış hüququ, beynəlxalq hüququn rolu, kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq və gender ədaləti və davamlı sülh, qadınların geri qayıdış hüququ mövzularını əhatə edən 3 panellə davam etdirildi. Beynəlxalq konferansın yekununda millət vəkili Rizvan Nəbiyev tədbirin nəticələrini ümumiləşdirib, səsləndirilən fikirlərin və təkliflərin gələcək fəaliyyət baxımından əhəmiyyətini vurğuladı. Qeyd eləyək ki, konferans çərçivəsində davamlı sülhün təmin olunması, qaçqınların qayıdış hüququnun beynəlxalq hüquq normaları çərçivəsində qorunması, bu sahədə mövcud çağırışlar və normativ boşluqlar, eləcə də gender aspektləri geniş müzakirə olundu. 2020-ci ildə Ali Baş Komandanın necə deyirlər, qəhrəmanlığı ilə, müzəffər sərkərdəliyi ilə ərazi bütövlüyümüz bərpa olunduqdan sonra, ondan sonra isə 2023-cü ildə suverenliyimiz bərpa olunduqdan sonra möhtərəm prezidentimiz bütün dünyaya bir sülh mesajları verdi və Azərbaycana qarşı işğalçılıq siyasəti yürütmüş Ermənistana isə sülh əlini uzatdı və dedi ki, artıq biz bu bölgənin yeni səhifəsini, yeni kitabını başlayırıq, yeni səhifəsini, yeni hekayələrini, bu hekayələr, bu səhifələr sülh və davamlı inkişaf üzərində olacaqdır. Qərbi Azərbaycan İcmasının dəstəyi ilə bu konferans eyni zamanda may ayında bildiyiniz kimi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi deklarasiya sülh şəraitində birgə yaşayış. Yəni bugün bu sülh şəraitində birgə yaşayış deklarasiyası Birləşmiş Millətlərin qəbul etdiyi deklarasiya və beynəlxalq gün məhz Qərbi Azərbaycan İcmasının qayıdış konsepsiyasını demək olar ki, özündə əks etdirir və bu konferansda biz həm də qonşularımıza bütövlükdə bütün bölgə insanına, xüsusilə də Ermənistan ictimaiyyətinə mesajlar göndərmək istəyirik ki, baxın, sülh üçün iki tərəfin əli uzanmalıdır. Azərbaycan möhtərəm prezidentimiz, dövlətimizin başçısının rəhbərliyi ilə sülh əlini artıq çoxdan uzadıbdır Ermənistan. BMT-nin sülh şəraitindəki birgə yaşayış beynəlxalq gün ərəfəsində təşkil olunan konferans, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mövzu üzrə fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi qiymətləndirildi.